قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم لقد من الله على المؤمنين إذ بعث فيهم رسولا من أنفسهم يتلو عليهم آياته ويزكيهم ويعلمهم الكتاب والحكمة وإن كانوا من قبل لفي ضلال مبين صدق الله العلي العظيم. Quran-ı Kərimdən bir neçə ayələrə və Peyğəmbərimizin özünün həyatına, onun əxlaqına bir neçə hədislə inşallah nəzər salmaq istərdim və sizin də diqqətinizi bu məqama cəlb eləmək istərdim ki, Quran-ı Kərimdə inşallah xutbənin əvvəlində bu ayəni oxudum. Çox məşhur ayədir Quran-ı Kərimdə. Ali İmran surəsinin 164-cü ayətidir. Allah Teala bu ayədə Peyğəmbərin gəlişindən və onun məqsədindən danışır və bu barədə möminlərə minnət qoyur Allah Teala. Ayə belə başlayır, buyurur: "Laqad mannallahu alal mu'minin." Həqiqətən Allah minnət qoydu möminlərə. Nəyə görə? Nə bəxş eləyib Allah Teala ümmətə, insanlara? Nə bəxş eləyib ki, ona görə Allah minnət qoyur? Çünki Allah onların özlərindən bir peyğəmbər göndərdi. İnsanlar içərisində onların özlərindən bir peyğəmbər göndərdi. Ki yətlu aleyhim ayatihi. O peyğəmbər Allahın ayələrini insanlara oxusun və yuzakkihim. İnsanların ruhunu, nəfsini təzkiyə eləsin, tərbiyə eləsin, paçlasın. Və yuallimuhumul kitaba vel hikmə. Onlara təlim eləsin, öyrətsin kitab və hikməti. Və in kanu min qablu lafi dalalin mubin. Baxmayaraq ki, insanlar əvvəlcədən açıq-aşkar azğınlıqda və zəlalətdə idilər. Diqqət edin ayəyə. Deyir, Allah Teala buyurur, mən insanların özündən, onların içərisində bir peyğəmbər yolladım ki, mənim ayələrimi insanlara oxusun, insanları tərbiyələndirsin, insanlara təlim eləsin, kitab və hikməti öyrətsin. Allah Teala bu neməti insanlara bəxş elədiyinə görə ayənin əvvəlində nə buyurdu? Buyurdu ki, minnət qoyuram insanlara. Fikir verin, Quran-ı Kərimdə Allah Teala saysız hesabsız biz insanlara nemətlər bəxş elədiyini buyurur və hətta bir neçə yerdə buyurur ki, əgər dursanız Allahın nemətlərini saymağa qutara bilməzsiniz. Başqa bir yerdə var, Allahın kəlmələrini dursa saymağa, dəryalar mürəkkəb ola, siz də yazan olasınız. Barmağınızı batırasınız dəryaya, mürəkkəbə, Allahın nemətlərini bir-bə-bir, səhifə-səhifə çevirəsiniz. Dəryanın suyu qutarar, səhifə qutarmaz. Quran-ı Kərim buyurur bunu. Quran buyurur, dəniz qutarar. Amma Allahın kəlmələri, Allahın nemətləri qutarmaz. Bu qədər saysız hesabsız Allah Teala'nın insanlara bəxş elədiyi nemətlər içərisində elə bir nemət yoxdur ki, Allah Teala onu insanlara verdiyinə görə minnət qoysun. Desin ki, ey insanlar, mən sizə minnət qoyuram, çünki mən sizin üçün günəş xəlq eləmişəm. Mən sizə minnət qoyuram, çünki ay xəlq eləmişəm. Mən sizə minnət qoyuram, gecə xəlq eləmişəm. Mən sizə minnət qoyuram, nə xəlq eləmişəm, nələr xəlq eləmişəm. Heç birinə görə Allah minnət qoymayıb bəndəsinə. İlla bir şeydən başqa. Bəşəriyyətə peyğəmbər göndərməsinə görə Allah minnət qoyur. Deyir, insanlar, mən sizin boynunuza minnət qoyuram, ona görə ki, sizin üçün mən peyğəmbər seçdim. Öz aranızdan seçdim, sizə tərəf yolladım sizin hidayətiniz üçün, buna görə mən minnət qoyuram. İndi görün, peyğəmbərlərin və o cümlədən İslam peyğəmbərinin insanlara gəlişi nə dərəcədə böyük bir nemətdir. Qiyməti biz tərəfdən məlum olmayan bir nemətdir ki, Allah buna görə minnət qoyur bəndəsinə. Çox maraqlıdır. Minnət qoyuram, sənin üçün peyğəmbər yollamışam. Baxaq görək ki, peyğəmbərin gəlişinə nə ehtiyac var idi? Ümumiyyətlə ehtiyac var idi peyğəmbərin gəlişinə.
tək İslam peyğəmbərindən danışmıram, ümumiyyətlə. 124 min peyğəmbər yollayıb Allah, əvvəli Həzrəti Adəm, axırı böyük İslam peyğəmbəri. Bu qədər peyğəmbərlər gəlib. Məgər ehtiyac var idi? Buyurur ki, bəli, ehtiyac var idi. Nəyə görə ehtiyac var idi? Mərhum böyük alim Əllamə Təbatəbainin bir sözü var. Buyurur ki, bütün varlıq aləmi kamilliyə və təkamülə doğru irəliləməkdədir. Hər bir yaranış gedir hara? İnkişafa, tərəqqiyə, təkamülə doğru. Varlıq aləmində insan demək olar ki, varlıq aləminin şah əsəridir. Təbii ki, insan da yaranıb nəyə görə? Başqa varlıqlar üzü kamilliyə doğru getdikləri kimi, insan da yaranıb üzü kamilliyə doğru getsin. Və bu məlum məsələdir ki, insan buna görə yaranıb. Nəyə görə məlum məsələdir? Ona görə ki, hansısa bir insana naqis bir sifəti nisbət versən, o dəqiqə artığı gələcək. Nəyə görə? Çünki insan zatən kamilliyi sevəndir, kamilliyin axtarışındadır və can atır kamil insan olsun və can atır naqisliklərdən xaric olsun. Məsələn, bir adama desən ki, avamsan. Nə avam adamsan sən? Adığı gələcək. Nəyə görə? Çünki avam naqis sifətdir. Amma bir nəfərə desən, sən nə yaxşı alim adamsan, savadlı adamsan, xoşlanacaq. Nəyə görə? Çünki elm, savad insanın kamilliyini göstərən bir sifətdir. Birinə desən ki, sən naşükür adamsan, adığı gələcək. Amma birinə desən ki, sən nə yaxşı şükürlü adamsan, xoşu gələcək. Deməli, bu onu göstərir ki, insan zatən nəyi sevir? Kamilliyi sevir. Və insan yaranıb ki, üzü kamilliyə doğru getsin. Bu bir məsələ. İkinci məsələ. Əgər insan üzü kamilliyə doğru getmək üçün yaranıbsa, deməli, insanı kamilliyə sarı aparan bir yol olmalıdır. Elədir də? Ki, o yol insanı çatdırsın hara? Kamilliyə. Bu ikinci məsələ. Üçüncü məsələ. O yolu insan tanımalıdır. Bilməlidir ki, məni kamilliyə aparan yol bax bu yoldur. Bu yoldan getsəm, mən olacam kamil insan. Məndə artıq naqisliklər, nöqsanlı sifətlərdən əsər əlamət qalmayacaq. Mən bu yol məni aparacaq üzü kamilliyə sarı. O yolu tanımalıdır. Neçə məsələ dedim? 3 məsələ. Birinci, insan yaranıb kamil olsun. İkinci, onu kamilliyə aparan yol olmalıdır. Əgər hədəf təyin olubsa, insana hədəfə çatdıran yol olmalıdır. İndi mən məsələn, qərarı alıram ki, çıxın buradan gedim Sumqayıta. Deməli, bunun bir yolu olmalıdır. Yol olmasa mümkün deyil. Məni hədəfə çatdırsın. İndi əgər Allah insanı yaradıb kamilliyə çatmaq üçün yol olmalıdır ki, insanı çatdırsın. Hansı yoldur? Üçüncü məsələ. İnsan o yolu tanımalıdır. Dördüncü məsələ də ibarətdir bundan ki, Allah Taala hikmət sahibidir. Allah Taala bir işi görürsə, deməli orada bir nəsə hikmət var. Nəsə bir məna var Allah o işi görür. Allah mənasız yerə, boş yerə iş görməz. Əgər insanı yaradıbsa, onun üçün kamillik hədəfi təyin edibsə, deməli Allah burada yolda təyin eləməlidir, özü də o yolu insanlara göstərməlidir. Ki, ay insan, mən səni yaratmışam, bax, sən kamil olmalısan, səni kamilliyə aparan yol var, özü də budur. Tanıtdırmalıdır insana. Əgər Allah yolu təyin eləməsə və yaxud təyin eləsə də tanıtdırmasa insanlara, insanın yaranışı nə olacaq? Əbəs olacaq, insanın yaranışı boş, mənasız bir şey olacaq. Allah da mənasız iş görməz, Allah hikmət sahibidir. Buna misal çəkək, bir nəfər bir ziyafət məclisi təşkil edir. Müəyyən bir ünvanda, müəyyən bir yerdə böyük bir ziyafət məclisi təşkil edir. Süfrə açıb, qonaqlar çağırıb bura. O ziyafətdə məsələn 3 saat, 5 saat müddət ərzində nə proqram olacaq, hamısını ardıcıl olaraq tərtib edib. Hər şey qaydasında, yemək, içmək, hər şey qaydasında, amma bu adam bir şeyi təyin eləməyib. Gələn qonaqlara ünvan verməyib. Hamısını çağırıb, amma harda olacaq? Bütün o proqram hamısı tərtib olunub, harda olacaq? Ünvan yoxdur. Əgər Allah insanı kamillik üçün yaradıbsa, buna yol olmalıdırsa, bu yol tanınmalıdırsa,
Və Allah da deyib, ey insan, mən səni yaratdım əbədi saadət üçün ki, cənnətdir. İnsanı oraya çatdıran yol insan üçün tanınmasa, Allahın gördüyü iş əbəd sayılar. Necə ki, o şəxsin gördüyü iş əbəddir. Ona görə də insan özünə borc bilir. Getsin 20 qəpik, 30 qəpik dəvətnamə alsın, yazsın ora ki, bu ziyafət məclisi filan yerdə olacaq. Çünki filan yeri deməsə, mənasız iş görüb bu. Allah da mənasız iş görməz. Eyni ilə Allahla insanın arasındakı bu əlaqə bənzəyir o qonaqları ziyafət məclisinə çağıran qonağın arasındakı əlaqəyə. Deməli, Allah hikmət sahibidirsə, bu yolu təyin eləməlidir, göstərməlidir. Hansı yol diyor? İndi insan 2 dənə yol qalır burada. İnsan ya özü seçməlidir bu yolu, özü tanımalıdır ki, bu yol məni kamilliyə aparacaq. Ya da Allah özü bir yolla təyin eləyib insanlara onu göstərməlidir, xəbər verməlidir. İnsan özü təyin eləyə bilməz. Onu kamilliyə aparan yolu təyin eləyə bilməz. Baxmayaraq ki, insana 3 dənə böyük nemət verilib Peyğəmbərdən savayı. Biri ağıl, biri elm, biri də insanların özləri üçün təyin elədiyi qanunlar. İndi görək, bu 3 dənə vasitə kifayət eləyər ki, insan kamilliyə çatsın, insan həqiqət yolun getsin, saadətə çatsın. Çünki hər insan istəyir kamil insan olsun, xoşbəxt insan olsun. Görək, insan öz ağlı ilə, öz elmi ilə, çıxartdığı bəşəri qanunlarla mümkündür bu yolu təyin edib gedib kamil insan olsun, deyir, xeyr. Bu 3 yolun 3'ü də azizdir, kifayət eləmir. Bunlar insanda olmağına baxmayaraq, yenə də ehtiyac var, Peyğəmbər gəlsin. İndi bir nəfər deyər ki, mənim elmim var, ağlım var, şükür Allaha 21-ci əsrdir, ümummilli, bəşəri qanunlar var, beynəlmiləl qanunlar var, elm bu cür nə inkişaf edib, nə ehtiyac var Peyğəmbərin gəlişinə? Mən elə öz ağlımla, öz elmimlə, çıxartdığım qanunlarla mən öz həyatımı qura bilərəm. Ehtiyac yoxdur Peyğəmbərin gəlişinə. İnsan mümkündür bu cür fikirləşsin. Amma bu fikir səhvdir. Nəyə görə? Neçə dənə məqam yazmışam ki, ağıl da, elm də, bəşərin çıxartdığı qanunlar da hamısı özü üçündür. Yenə Peyğəmbərin gəlişinə ehtiyac var. Bunların heç biri kifayət eləmir. İnsanın saadətində, xoşbəxtliyində, kamilliyində təsirli olmağına heç biri kifayət eləmir. Birinci ağıl. Kifayət eləyir, kifayət eləmir. Niyə? Bir ağıl çox yerdə gördüyü işdən peşman olur. Dəfələrlə olub ki, ağıl peşman olur. Ağıl oturub plan düzüb ki, bu yolla gedim, yarada deyib, sən demə bu yol mənim ziyanımaymış. Ağıl kifayət eləmir, özü özünə kamillik yolun təyin eləsin. Nəyə görə? Çünki peşmansılıq var ağılda. Ağılın peşmansılığı dəlildir nəyə? Ağılın azizliyinə ki, yol təyin eləyə bilməz. Allaha sarı gedən, kamilliyə sarı gedən yolu təyin eləməkdən ağıl azizdir. Bu bir. İkinci, elm. Kifayət eləyərmi? İnsan üçün xoşbəxtlik yolun, kamillik yolun təyin eləsin. Deyir, bu da kifayət eləməz. Elm də azizdir. Nə qədər inkişaf eləsə, elm də azizdir. 2 şeyə görə. Birinci, elm elə şeylər var ki, onları anlamaqda, əldə etməkdə acizdir. Elm onları əldə eləyə bilməz. Quran-ı Kərimdə Əl-Bəqərə surəsinin 151-ci ayəsində çox maraqlı bir Allah Taala cümlə buyurur. Buyurur, mən, əvvəli ayənin var ki, mən Peyğəmbər yolladım, insanlara Allahın ayələrini öyrətsin, kitabı öyrətsin, hikməti öyrətsin. Ayənin axırında çox maraqlı bir ifadə buyurur. Buyurur ki, yuallimukum ma lam takunu ta'lamun. Deyir, mən Peyğəmbəri göndərdim, Allah buyurur biz insanlara. Mən Peyğəmbəri göndərdim ki, insanlara təlim eləsin. O şeyləri insanlara təlim eləsin ki, ləm təkunu ta'lamun. İnsanlar bilə bilməzdilər o şeyləri. Fikir ver. Demir, insanın bilmədiklərini insana təlim eləməkdən ötürü Peyğəmbəri yolladım. Deyir, insanın bilə bilmədiklərini, yəni o şeyləri bilmək insanın elmindən, qüdrətindən, düşüncəsindən xaricdir. O şeyləri dərk eləmək mümkün deyil. Allah Taala buyurmur, la ta'lamun, o şeyi ki bilmirlər. Buyurur, o şeyi ki bilə bilməzlər.
Bəs insanların bilməyəcəkləri, yəni qüdrəti yoxdur buna, o şeyləri, o həqiqətləri insanlara öyrətməkdən ötürü Allah Taala peyğəmbər göndərib. Yəni elm məhduddur. Elm axirəti dərk edə bilər. Teleskopla, mikroskopla baxın mən axirəti görə bilərəm. Elm mümkün deyil bunu dərk eləsin. Elə həqiqətlər var, elmdən kənardır. Elm onu anlaya bilməz. Bu bir. İkinci deyir, elm anlasa da çox gec anlayır. Bu da çox maraqlı, yaxşı cavabdır. Deyir, elm o şeyi əldə eləsə də çox gec əldə eləyir. Elm hər hansı bir şeyin əldə olunması üçün bəlkə də əsrlər lazımdır ki, geçsin o şeyi əldə eləsin elm. Məsələn, elm hər hansı bir şeyin haramlığını bilməkdən ötürü, elm o dəqiqə təyin edə bilmir. Elm sənə deyir ki, gözlə bir ay, bir il, 10 il, 50 il, bəlkə elə şey var 100 il. Gözlə, mən araşdırma aparım, ondan sonra bu şeyin haramlığını sənə deyim. Bir elm bəzi şeylər var anlaya bilmir, bəzi şeylər var anlasa da, əldə eləsə də çox gec əldə eləyir. O gec əldə eləyənə qədər də insan düşəcək o haramın içərisinə. İndi elmə sual verirəm 14 əsr bundan qabaq, 20 əsr bundan qabaq. Donuz əti haramdır, elm mənə bilirsiniz nə deyəcək? Gözlə. Gözlə qoy araşdırma aparım. Amma Peyğəmbərə deyəndə donuz əti haramdır, deyir bəli. Da gözləmək söhbəti yoxdur. Filan şey olar, Peyğəmbər deyir olar. Da demir sənə ki, gözlə. Məsələn, müəyyən bir müddət insanlar donuz əti yiyəcək, elm axırda gəlib deyəcək ki, ay insanlar mən tapdım, sən demə donuz əti qadağan imiş, olmaz, haram diyor. Amma Peyğəmbər elə demir gözlə. Bəs elm çox şeylərin qabağında insana deyir, gözlə araşdırım, cavab deyim, amma Peyğəmbər o cür demir. Elə yerində cavabın deyir. Bax, İslamın, dinin, Peyğəmbərin ən böyük üstünlüklərindən biri budur. Hansı şeyin olar olmazlığını Peyğəmbər o dəqiqə deyir, amma elmə vaxt lazımdır. Ona görə də elm acizdir nədən? Bəşər üçün kamillik yolu təyin eləməkdən. Elm təyin eləyə bilməz. Neçə dənə mən məqam yazmışam burada. Bugünün özündə də. Bax, diqqət eləyin. Elm təbiətdə istifadə olunur. Amma Peyğəmbərlərin işi nə iləndir? İnsanlarlandır. Elmin işi təbiətləndir. Təbii varlıqlarlandır. Amma Peyğəmbərlərin işi insanlandır. Elm vasitə verir. Peyğəmbərlər hədəf verir. Elmlə dinin fərqi, böyük alimlərdən Allah rəhmət eləsin, Şəhid Mürtəza Mütəhhəri elmlə dinin fərqini bizə deyir. Elmlə dinin nə fərqi var? Din gəlməsəydi, elm öz başına iş görə bilərdi. Deyir, yox, elmin köməyinə din gəlməlidir. Elmin köməyinə din gəlməsə, elm bir yerə gedib çata bilməyəcək. Bəşər üçün səadət, kamillik yolunu təyin eləyə bilməyəcək. Peyğəmbər gəlməlidir. Buradan məlum olur ki, elm insana vasitə verir, ancaq hədəf verə bilmir. Necə yəni vasitə verir, hədəf verə bilmir? Bax, bu günləri silah verib elm. Elmi tərəqqi nəticəsində bəşər silaha nail olub. Ancaq hədəf yoxdur. Nə məqsəd üçün istifadə eləməliyəm bu silahı? Vurur, qarət eləyir, təcavüz eləyir, körpə uşaqlardan tutmuş, məsum insanlara qədər, qoca kişilərə qədər, hamını məhv eləyir o silahla. Silah var, elm vasitəni verir, amma hədəf verə bilmir elm. Telefonu verir, amma telefondan hansı məqsəd üçün istifadə eləməliyəm? Verə bilmir. İnterneti verib, nə məqsəd üçün istifadə hədəf verə bilmir, qardaş. Bu günləri elm özü də bunu sübut eləyir. Ki, mən vasitə verirəm, ancaq hədəf verə bilmirəm. Odur ki, Peyğəmbər gəlir insanın dayanır başının üstündə. Elm sənə bu vasitəni veribsə, bunu bu məqsəddən ötürü istifadə eləməlisən. Sənə o telefonu veribsə, gəl elə ondan yaxşı istifadə elə. Daha gedib zay kliplər yazdırma ora. İnterneti verib, yaxşı yolda istifadə elə. Fəsad, günah yolunda istifadə eləmə. Bəs elm vasitə verir, amma hədəf verməkdən acizdir. İnsana da nə lazımdır? Hədəf lazımdır. Nə olsun mənim vasitəm var əlimdə? Hədəf olmasa dönüb olacam heyvan. Nəyə görə? Çünki heyvanın da əlində vasitə var. Onu sərf eləyir nə üçün? Heyvani məqsədlərindən ötürü. İnsani məqsədlərdən ötürü, çünki hədəf yoxdur. Əlbəttə bəzi məqamları çıxmaq şərtinə. Buyurur, elm sürət verir, amma cəhət verə bilmir. Çox maraqlı məqamlardır. Elm sürət verir. 5 il bundan qabaq, məsələn deyək, kompüter, deyək ki, məsələn, Pentium 2 imiş. Elm inkişaf elədi, oldu məsələn Pentium 4.
Sürət verdi kompüterə. Amma cəhət verə bilmir. İndi o 5 il bundan qabaq kompüterdən istifadə edən haram məqsədinə çox gec çatırdı, indi amma tez çatır. Üzr istəyirəm, qızla tez görüşə bilir. Tez çatır məqsədə. Sürət, amma cəhət verə bilmir. Çıxıb yola sürətlə gedir. Qardaş, hara gedirsən? İstiqamət yoxdur. Elm acizdir, istiqamət verə bilmir, cəhət verə bilmir. Elm bizə deyir nə var, amma Peyğəmbər bizə deyir nə etmək lazımdır. Elm bizə deyir nə var, tədqiqat apardı, dedi məsələn bu var. Ancaq deyə bilmir nə etmək lazımdır. O nə etmək lazımdır, onu kimdir? Peyğəmbər deyir. Görürsünüz elmin acizliyini, bu günləri çoxları deyirlər ha. Bizim elmimiz var da Peyğəmbərin şəriətinə ehtiyacımız yoxdur. Peyğəmbərin qanunlarına ehtiyacımız yoxdur. Görün Peyğəmbər qanunlarında nə qədər ölçülüb bitilmiş məqamlar var. Vərəsəli hüquqi İslamda. Bir nəfər ata dünyasını dəyişdi. Bir dənə qızı var, bir dənə də oğlu var atanın. Ata mülkü bölünməlidir oğlanla qız arasında. Nə cür bölünür? 2 pay verilir oğla, 1 pay verilir qıza. Ata mülkü bölünür 3 hissəyə, 2 pay oğlanındır, 1 pay qızın. Elm bu günləri qalxır deyir, Peyğəmbər şəriətində nöqsan var. Nəyə görə? Çünki o kişidir, gedib işləyib pul qazana bilər. Ancaq bu qadındır, çox buna düşməlidir. Ata payından 1 pay oğlana düşməlidir, 2 pay qıza düşməlidir. Elm Peyğəmbər şəriətində nöqsan tutur. Vərəsəli hüququnda. Deyir, yox, bu qadındır da, amma belə baxanda elə düzdür ya, elədir. 1 pay qıza, gərək qıza 2 pay verəsən. Nəyə görə? Çünki o qızdır da, qadındır, o işləmir, bir şey eləmir. Amma sən o ki pul qazana bilər, ona 2 pay verirsən. O ki pul qazana bilmir, ona 1 pay verirsən. Şəriəti Peyğəmbər nəyə görə belə? Deyir, onlar o biri tərəfdən bir xəbər qalıblar. Ona görə bu müəmma çıxıb onların qarşısına. Bu yandan 2 pay oğlana verir, 2 pay oğlana verən kimi alır oğlanın başının üstünü. Deyir, qadın üçün yeməyi, içməyi, paltarı, bütün azuqəti kişi sənlidir. Amma 1 pay qıza verəndə deyir, qız bu sənin özünündür, ged özün üçün xəricdə. Kişiyə 2 pay artıq versə də, onun boynuna yük qoyur, deyir, onu xəricdə qadın üçün. Qıza 1 pay versə də, deməli burada kimin payı çox olur? Elə qızın payı çox olur da, 1 pay da düşsə özü üçündür. Bu yazığa 2 pay düşür. Ancaq bunu elə xəricləyir, boynuna yük qoyur. Qadının yeməyin ver, içməyin ver, paltarın ver. Həzrət Əli əleyhissalam bilirsiniz nə deyir? Əli əleyhissalamın gözəl bir qəzabəti var. O vaxtı Şüreyh-i Qazi olub, 120 yaş yaşayıb Şüreyh-i Qazi. Allah lənət eləsin, İmam Hüseyn ağanın da qətlinə fərman verib, halal bilib bu Şüreyh-i Qazi. Kufədə 75 il ya 85 il bu qəzavət kürsüsündə əyləşib qazi olub. Biz indi deyərik məhkəmə sədri, qazi olub. Deyir, bir gün qabağına bir məsələ çıxdı. 2 dənə qadındır, 2 dənə övlad. Biri qız, biri oğlan. Hər 2 qadın iddia edir, oğul mənimdir. Qızdan imtina edirlər. Məsələni heç kəs həll edə bilmir. 75 il, belə deyək də, bunun qazilikdə təcrübəsi var. Gəlirlər Şüreyh-i Qazinin yanına. Ki, bəs bu məsələni biz təsəvvür elə Şüreyh-i Qazi da aciz qalır. İndi bu oğlan kimindir, qız kimindir? Buna ayırt eləmək lazımdır. Ayırt eləyə bilmirlər. Hər ikisi iddia edirlər ki, qız mənimdir, oğlan mənimdir. Məsələni kim həll eləyə bilərdir? Təbii ki, elmi Allahdan, nübüvvət ocağından qaynaqlanan Əli əleyhissalam. Gəldilər Əli əleyhissalamın yanına. 2-ci xəlifə həmən məclisdə idi. Şüreyh-i Qazi də buradaydı. Xəlifə gəldi. Ya Əli, bir məsələ çıxıb qabağımıza. Aciz qalmışıq. Necə həll eləyək bunu? Əli əleyhissalam dedi, nədir? Dedi, 2 dənə qadındır. Oğlan uşağının üstündə iddiasıdırlar, qızdan imtina edirlər. Əli əleyhissalam baxdı, güldü. Yerdən bir saman töpü götürdü. Əlində qırdı. Dedi, bu məsələni həll eləmək, saman töpünü əlimdə qırmaqdan da mənim üçün asandır. Bu nədir Şüreyh-i Qazi, aciz qalmışam? Fikir verin Əli əleyhissalama. Mən elmin şəhəri, Əli onun qapısıdır, boş yerə deməyir. 70 il, 80 il qəzavət kürsüsündə əyləşən qazi aciz qalıb. Əli əleyhissalam deyir, saman töpünü qırmaqdan da asandır mənim üçün. Dedi, qadınlar, gedin eyni qramda, eyni ölçüdə öz südünüzdən gətirin mənim üçün. Getdilər, gətirdilər. Əli əleyhissalam tutdu. Gördü, südün biri ağırdır. Ölçülər eynidir ya. İkisi də deyək ki, məsələn 10 qramdır. Gördü, biri ağırdır. Ağır olana dedi ki, qadın, gəl oğlan uşağını götür. Yüngül olana dedi ki, qadın, gəl qızı götür günən. Ya Əli, hardan bildin qadın
qız bunundur, oğlan o biri qadının. Dedi, oğlan uşağı dünyaya gətirən qadının südü ağır olur qız uşağı dünyaya gətirən qadının südündən. Və ona görə də Allah Taala vərəsəlik hüququnda oğlanın payını 2 qat artırıb, çünki südü ağırdır. Görün, haranı bağlayır Əli əleyhissalam, hara qalıyır, deyib, 2 pay ona görə aparır ki, çünki südü ağır gəlib. O 1 pay aparır, çünki südü yüngüldür. Deyir, elm bizə deyir, nə var? Ancaq Peyğəmbərlər bizə deyir ki, nə etmək lazımdır? Elm genişləndirir əhatəsini, ancaq Peyğəmbərlər insanları yuxarı aparır. Elm insanları yuxarı apara bilmir. Elm genişləndirir, alimlərin sayı çoxalır, amma heç biri yuxarı getmir. Məqsəd nədir? İnsanın kamilliyi. Alimlər arasında bir-biri ilə münaqişə var, olub, indi də var, gələcəkdə də olacaq. O alim bunun sözünü qəbul eləmir, bu alim onun sözünü qəbul eləmir. Münaqişə, ziddiyyətli fikirlər var. Amma 124 min Peyğəmbər gəlib, heç birinin arasında bir dənə münaqişə olmayıb. Bu Peyğəmbər deməyib ki, o Peyğəmbər düz deməyib, o səhv deyib, düz deyən mənəm. 124 min Peyğəmbər bir-biri ilə münaqişə eləməyib. Amma elm bu günləri 2 dənə alim yetişdirir, birinin əlində balta, birinin əlində bıçaq. Elmə xəyal yol tapır. Mümkündür elm bir şey dərk eləsin, əldə eləsin, elə bilsin həqiqətdir. Sonradan buna məlum olacaq ki, bu sən demə xəyal imiş, fərziyyə imiş. Amma Peyğəmbərlərin dediklərində xəyal, fərziyyə yoxdur. Eyni həqiqətdir. İndi elmlə dinin, alimlə Peyğəmbərin nə qədər fərqi olduğunu görürsünüz. Bu cürünə elm insana ki, hədəf verə bilmir, zəhət verə bilmir və ilaxır. Bu elm kifayət eləyərmi insan üçün qanunlar təyin eləsin? Bu cür elmlə mümkün deyil. Elm özü üçündür, Peyğəmbər lazımdır. Ağıl acizdir, elm acizdir. Bir də bəşəri qanunlar. Bəşəri qanunlar da acizdir. Bir neçə kəlmə inşallah Peyğəmbərimizdən deyim, sözümü də tamam edirəm inşallah. Peyğəmbərimizin gətirdiyi din bütün dünya üçündür. Nə Ərəbistan yarımadası üçündür, nə ərəblər üçündür. Peyğəmbərin dini insan olan varlıq üçündür. Dilindən, irqindən, rəngindən asılı olmayaraq. Peyğəmbər Quran-ı Kərimi, din-i İslamı bütün bəşəriyyət üçün gətirib. Tək bir cəmiyyət üçün yox. Quran-ı Kərimdə nə buyurur? وَمَا أَرْسَلْنَاكَ كَافَّةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا. Ya Peyğəmbər, Allah buyurur, biz səni insanların hamısına bir Peyğəmbər olaraq, müjdə verən və qorxudan olaraq göndərdik. Bir yerdə buyurur, وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ. Biz səni aləmlərə rəhmət olaraq göndərdik. İnni Rasulullah iləykum cəmi'a. Ya Peyğəmbər insanlara de, mən sizin hamınız üçün Peyğəmbərəm. Quran-ı Kərimdə ya əyyuhənnas ifadələri işlənir. Ey insanlar, ey insanlar. Allah Teala əgər bu dini tək bir xalq üçün gətirsəydi, deyərdi, ey ərəblər, ey Azərbaycanlılar, ey türklər, ey farslar. Allah belə deyir, ey insanlar. Yaxşı, bunlar hamısı elə insandır da. Din hamı üçün gəlir. Bütün insanlıq bəşəriyyət aləmi üçün gəlir. Peyğəmbərimizin dini bu cəhətdən də fərqlənir, seçilir. Və elə buradandır ki, Peyğəmbərimiz neçə ildən sonra başladı şahlara məktub yazmağa. Rum imperatoruna məktub yazdı, şahlara məktub yazırdı, din İslamı onlara dəvət edirdi. Hətta Peyğəmbərimiz İran şahı Kəsra, Xosrov Pərvizə də məktub yazdı. Ərəbistandan, Məkkə, Mədinə şəhərindən İran şahına Peyğəmbərimiz məktub yazdı. Verdi nümayəndələrinə ki, aparın verin bunu İran şahına, Xosrov Pərvizə. Özü də çox maraqlı məqam idi ki, Peyğəmbər məktubu bağışlayan və mehriban Allahın adı ilə Allahın Rəsulü Həzrəti Muhamməddən İran şahı Kəsraya, mən bütün bəşəriyyət üçün Allahın göndərdiyi bir Peyğəmbərəm, gəlmişəm insanları haqq yola, dinə, təkallahçılığa dəvət eləyəm. İran şahı aldı, oxudu, gördü ki, Peyğəmbərimiz öz adını şahın adından qabaq yazıb. Filan kəsdən İran şahına. Əsəbləşdi İran şahı, paraladı kağızı. Əmr verdi Yəmən şahına. Dedi ki, maraqlan gör o Hicaz məntəqəsində, Məkkədə o kimdir ki, öz adını mənim adımdan qabaq yazıb, məni öz dininə dəvət edir, özünə haqq bilir, Allahın Peyğəmbəri bilir.
Gəldilər, bir nəfər yolladı şahın, Yəmən şahının yanına. Yəmən şahı ona bir nəfəri də qoşdu, 2 nəfər gəldilər Həzrət Peyğəmbərin yanına. Biri Yəmən şahının nümayəndəsi, biri İran şahının nümayəndəsi. Hər ikisi gəldilər Peyğəmbərin yanına. Peyğəmbər baxdı bunlara, üzün çevirdi. Dedi, sizə kim icazə verib ki, saqqalınızı ülgüzlə qırxasınız? Bu 2 nümayəndə dedi ki, bizə bizim Allahımız icazə verib ki, belə eləyək. Dedi, amma mənə Allahın deyib ki, bığları qısalt, saqqalı uzaq. Nə üçün gəlmişsiniz, eşidirəm. Ya Peyğəmbər, sən axı, mən deyirəm ya Peyğəmbər, onlar Peyğəmbər demirlər. Ya Peyğəmbər, sən bu cür nə məktub yazmışsan, şahı qəzəbləndirmişsən, bizim Allahımızı qəzəbləndirmişsən. O da göndərib ki, onu gətirin mənim yanıma. Gəlmişik səni yaparaq. Dedi, bu gecəni mənə möhlət verin. Səhər oldu, 2 nəfər gəldi Həzrət Peyğəmbərin yanına. Dedi, bu gecə mənim Allahım sizin Allahınızı paralayıb. O mənim kağızımı paraladığı kimi. Oğlu xəncəri salıb onun qarnından paralayıb gətirib ta boğazına qədər. Oğlu İran şahını öldürüb. Bu xəbər düz olsa mənim dinimi təsdiqləyərsiniz. Gəldilər, xəbər verdilər Yəmən şahına ki, bəs belə. Xəbər tutdular ki, Peyğəmbərin dediyi gecə, vaxt, saat elə doğrudan da Şuriyyə ya Şuriyyə adında onun oğlu Kəsranın xəncərlə onu qətlə edir, qılıncla qətlə edir. Yəmən şahı Peyğəmbərin bu qeyb yolundan xəbər verməsini eşidəndə döndü, İslamı qəbul etdi, müsəlman oldu. Peyğəmbər bu yerə qədər bütün dünya əhalisinə müjdə verən idi. Bu günə qədər də Peyğəmbərimiz yaşayır. Böyük Quran-ı Kərim buyurur, İnnəkə lə'alə xuluqin azim. Həqiqətən sən ya Peyğəmbər, böyük əxlaq sahibisən. Böyük əxlaq sahibi. Özündə əzim sözünü, böyük sözünü Allah Taala hər yerdə işlətməyib. Qiyamətin barəsində deyib, yevmun azim, böyük gün. Əzim sözünü hər şeyə deməyib Allah. Biri də Peyğəmbərin əxlaqıdır. Ya Peyğəmbər, böyük əxlaq sahibisən. Əli əleyhissalamdan soruşdular ki, ya Əli, bizə Peyğəmbərin əxlaqını say. Əli əleyhissalam dedi, siz mənə Allahın nemətlərini saya bilərsiniz. Halbuki Quran-ı Kərimdə Allah Taala buyurur, beyaz dedik, əgər Allahın nemətlərini saysa, qurtarmaz. Amma başqa bir yerdə buyurur ki, məta'ud dünya qalil, dünya neməti azdır. Bir yerdə buyurur, saysız qurtarmaz. Bir yerdə buyurur, o nemətlər azdır. Sual verənə Əli əleyhissalam buyurdu ki, siz mənə az olanı saya bilmirsinizsə, mən sizə böyük olanı necə sayım? Allah saysız hesabsız dünya nemətlərinə az deyib, Peyğəmbər əxlaqına böyük deyib. Siz azı saya bilməyəndən sonra mən böyükü saya bilmərəm. Gör nə məntiqli cavab verir Əli əleyhissalam. Bax, Peyğəmbərimiz bütün insanların varlığına və ruhuna hakim idi. Böyük alimlərdən şərq mütəfəkkiri Əbu Əli Sina. Bir dənə tələbəsi var idi, Bəhmənyar adında. Bəhmənyar böyük mütəfəkkir olub, özü də əsləndə Azərbaycanlı olub. Fikr edirəm, həmən Bəhmənyar olub ki, anası çox uşaq ikən onu evdən göndərəndə ki, oğul get dəmirçidən köz al gəlcinən. Gəlir deyir ki, anam göndərim məni, köz istəyir. Dedi, qabını qabığı ver, qoyum közü yox. Uşaq fikirləşdi ki, qab gətirməyib, gərək qab gətirsin. Nədə aparacaq axı, yandır ha. Yerdən götürdü bir oğuz qumu, dedi, dəmirçi qardaş, qoy bura közü. Əbu Əli Sina bunu görəndə gördü ki, bu uşağın huşi, barakallah bunun huşuna. Nə yüksəkdir. Bəhmənyar həmən o insan olub ki, əsləndə Azərbaycanlı olub, böyük filosof olub, əsərləri də var. Əbu Əli Sinaya bir gün qaydı deyir, Əbu Əli Sina, demək olar ki, sənlə tərəziyə qoyulacaq ikinci bir alim yoxdur sənin dövründə. Sən bir nömrəli yeganə alimsən. Əbu Əl İbn Sina, nəyə görə Peyğəmbərlik iddiası eləmirsən? Bu boyda elmin var, deyin elə mən Peyğəmbərəm. Necə ki o 124 min Peyğəmbərlər gələndə deyiblər ki, mən Peyğəmbərəm, elə sən də iddia elə ki, mən Peyğəmbərəm. Bu boyda elmin var da. İbn Sina qayıtdı dedi ki, sənə bir neçə gündən sonra cavab deyəcəm. Bir gün bunu evinə qonaq dəvət eləyir Bəhmənyarı. Yerin salır, hər işçi yatırlar. Səhər sübh azanında azancı müəzzin minarədən, bayırda hava soyuq, şaxtalı bir havadır. Müəzzin azan verən minarədən azan verir. Sübh namazının vaxtıdır. Bəhmənyar isti yatağından qalxır. İbn Sina ustad da o cür
İbn Sina qayıdır Bəhməniyara deyir ki, dur məni üçün çöldən su gətir içim. Deyir, usta, axı bayır şaxtalı havadır, mənə soyuq olar, isti yatağımı tərk edeyim, şaxtalı havaya çıxsam mənə axı soyuq olar, xəstələnərəm. Dedi, Bəhməniyar, sənin sualının cavabını verdim. Mənə ki demişdin, niyə görə bu boyda elmin var, peyğəmbərliyi iddias eləmirsən? Cavabını verdim. Gör, Peyğəmbər 14 əsr bundan qabaq bir dəfə deyib ki, dəstəmaz alın, namaz qılır. Əsrlər keçir, insanlar çox böyük şövqlə, çox böyük məhəbbətlə, havanın şaxtasına baxmayaraq isti yatağını tərk edib, soyuq sunan dəstəmaz alıb, çıxıb minariyə azan verir o soyuqla, düşür aşağı namaz qılır. Nə var, Peyğəmbər bir dəfə deyib ki, dəstəmaz al, namaz qıl. Gör o Peyğəmbərin sözündəki, nəfəsindəki təsirə baxcınan ki, əsrlərdir keçir, insanlar havanın, şaxtanın soyuqluğunu bəhanə gətirmirlər. Amma sən buradan bura söz dedim sənə, qəbul eləmədin, məndən Peyğəmbər olar. Buradan bura mənim sözümü qəbul eləmədin. Amma insanlara bax, 14 əsrdir, hamı onun dinindədir, hamı onun dininə riayət edir, hamı onun dininə gəlir. Heç bir nöqsan onun dinində yoxdur, heç bir zərrə nöqsan.